Hindistanlı vəkil Afroz Şah 2015-ci ildə Mumbay şəhərində yerləşən Versova çimərliyinin yaxınlığına köçür. Gənc çimərliyi görəndə şoka düşür. Çünki uşaq vaxtı dincəlməyə gəldiyi bu ərazi indi o qədər çirkləndirilib ki, sahildəki qumluq hissə belə görünmür. Ərazi başdan ayağa zibilin içindədir. Adam ərazini tək başına təmizləməyə qərar verir. 2015-ci ilin oktyabrından etibarən hər bazar günü səhər ərazini təmizləməyə gəlir. Həftə içi günlərdə vəkil işləyir, həftə sonu çimərliyi zibillərdən təmizləməyə çalışır. Təxminən 8 həftə boyunca ona heç kim kömək etmir. Bütün təmizliyi tək başına davam etdirir. Daha sonra yavaş-yavaş insanlar ona qoşulmağa, ona kömək etməyə başlayırlar. 85 həftə sonra ərazi zibillərdən xeyli miqdarda təmizlənmiş olur. Təxminən 4 il sonra isə çimərlik tamamilə təmizlənir. Ümumilikdə sahildən 9 milyon kiloqram zibil çıxarılır. Afroz Şahın bu davranışı bütün ölkəyə yayılır və ondan ilhamlanan minlərlə insan başqa əraziləri təmizləməyə başlayır. Təbliğat genişlənir və Afroz Şah fondu yaradılır. Hazırda Afroz Şah məktəblərə gedərək şagirdlərə təmizlik barədə məlumatlar verərək təbliğatını davam etdirir. Afroz Şah müsahibəsində belə deyir: "Bu dünya çox danışır. Məncə az danışıb çox iş görməlisən."